qan axır? Dölün qanı axır. Dölün qanı axır. Orada neçə arteriya, neçə vena damarı var? Eee, elə bil bir arteriya damarı olur. Arteriya Dediniz sözü neçə ayırdı? 2 ağlar olan arteriya 2 damardır, vena 1 damardır. Aha. İndi arteriya damarının içərisində hansı qan hərəkət edir? Vena damarının içərisində. Arteriya damarında venoz qan hərəkət eləyir. Vena damarında isə arterial qan hərəkət eləyir. İndi vena, göbək venası döldən çıxır, yoxsa dölə gəlir? Demək, arteriyalarda vena hərəkət eləyirsə, o uşaqdan anaya doğru gedir, cifdə doğru gedir. Arteriyalar. Amma vena isə cifdən uşağa doğru gəlir. Düzdür. Doğrudur. Düzdür. Yaxşı. Sən mənə deyirsən nəyi? Doğuş prosesini tənzimləyən vəz hansıdır ki, o uşaqlığın əzələlərin yığılmasını təmin edir? Hipofiz vəzinin oksitosin hormonu idi. Bəli. O uşaqlıq divarlarının əzələlərin yığılmasını təmin edir və doğuş baş verir. Düzdür. Cinsi yetişkənlik dövründə hansı vəzlərin fəaliyyəti, aktivliyi artır? Demək, hipofiz vəzi ilə qalxana bənzər vəznin hormonu birlikdə ikinci cinsi əlamətlərin formalaşmasını təmin edir. Maddənin mübadiləsini sürətləndirir, boy inkişafını təmin edir. Amma